Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Bugünkü təqdimatım Novxanı qəsəbəsindəndir. Novxanıda Siyalayfın yaxınlığı Maybicin dairəsində yoldan da cəmi 50 metr məsafədə. Həm evin, həm torpağın kupçası olan şəxsi tikili həyət evimiz satışa çıxıb. Ev ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən 6-7 daş kürsüdə tikilib. Evin də heç bir zabora bitişiyi yoxdur. Sağından, solundan və arxa tərəfindən zabordan geniş məsafəsi saxlanılaraq tikilib. Evimizin həyətində həyət üçün nəzərdə tutulmuş sanitar qovşaq, manqalxanası, hovuzu, nə istəsəniz bu evdə var. Evin ümumi sahəsi 120 kvadrat metrdir. Qazı, suyu, işığı daimidir. Sayğaçlarının hamısı var. Sol tərəfdən, arxa tərəfdə əlavə bir böyük otaq var. Həm kombisi yığılıb, həm də əldamı kimi, yəni kladovka kimi istifadə edə bilərsiniz. Ora keçib göstərmirəm, böyük otaqdır. Jalüz, darvazası, evin həyəti kermogranit daşdır. Həyətə də bir neçə maşın tam rahatlıqla daxil ola bilər. Keçək evimizin daxilinə. Ev dəhliz sistemli evdir. Dəhlizdən də otaqlarına bölünür. Otaqlarda lüstrə qədər hamısı qoyulub. Evin hər bir tərəfi istipol, pəncərələri, şəbəkə pəncərə. Hər bir divarı qoşadaş 2 dənə sanitar qovşaq var. Hər ikisinin də hamam aksesuarları var. Evimizin qiyməti isə 235 min manatla satışa çıxıb. İnşallah ki, real müştərilərimiz olsa, qiymətdə də endirim olunacaq ev sahibi tərəfindən. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Mərkəzi kanalizasiya var, sənədlər tam qaydasında. İstər ipoteka yolu ilə, istər nəqd şəkildə əldə edə bilərsiniz. Bu qədər. Nə sualınız olsa zəng edin, məlumat alın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.